Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə yer kökülü, qozlu, çox dadlı keks resepti bölüşürəm. 4 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər dozunu töküb həcmi artana qədər qarışdırıram mikserlə. Sonra içərisinə 1 stəkan süd, yarım stəkan duru yağ, 3-4 ədəd rəndələdiyim yer kökü, 1 fincan irili xırdalı doğradığım qoz, 1 çay qaşığı darçın əlavə edib təkrardan mikserlə qarışdırıram. İçərisinə 2 stəkan un, 1 ədəd qabartma tozu əlavə edib mikserlə tam qarışana qədər qarışdırıram. Budur, artıq xəmir hazırdır. Yağladığım keks qabının içərisinə əlavə edirəm. Xəmiri 170 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Artıq keksim hazırdır. Üzəri nar kimi qızarıb. Tərs çevirirəm dəsmalın üzərinə. Çıxardarkən bəzi yerlərində çatlama olsun, amma yenə də görüntüsünü korlamır. Kəsib içərisini də sizlərə göstərmək istəyirəm. Çox yumuşaq, çox yaxşı qabarıb, içərisi də çox yaxşı bişib. Siz də bu reseptlə keksinizi hazırlayıb nuş edin. Yeni video reseptlərdə görüşmək üzrə inşallah. Sağlıqla qalın.